Yeşaya 6-cı fəsil. Yeşayanın görüntüsü. Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxta oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin 6 qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. Biri o birini səsləyib deyirdi: Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Bütün yer üzü onun əzəməti ilə doludur. Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı. Məbəd tüstü ilə doldu. Mən dedim, vay halıma, həlak oldum. Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq qarşımda padşahı, ordular Rəbbini gözlərimlə gördüm. Seraflardan biri mənə tərəf uçdu. Əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O, kömürlə dodaqlarıma toxunaraq dedi: Budur, bu kömür dodaqlarına dəydi. Pisliyin silindi, günahım bağışlandı. Sonra Xudavəndin səsini eşitdim. Kimi göndərim? Bizim üçün kim gedəcək? Mən dedim, mən buradayam, məni göndər. O dedi, ged bu xalqa bunu çatdır. Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız. Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və mənə sarı dönüb şəfa tapmasınlar. Nə vaxtadək ya Xudavənd deyə soruşdum. Rəbb cavab verdi. Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, evlər adamsız, bu torpaq büsbütün virana qalanadək. Rəbb adamları çox uzaqlara sürgün eləyəcək. Ölkənin çox yerləri viran qalacaq. Xalqın onda biri qalsa belə, ölkə yenə dağılacaq. Lakin kəsiləndə kötüyü qalan yabanı püstə və palıd ağacı kimi müqəddəs nəsil onun kötüyüdür.